Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində həftə sonları da nəzərə alınmaqla bu ay 14 gün dərs olmayacaq. Qlobalnet xəbər verir ki, adı çəkilən rayonların ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-sinədək tətil 1-5 may tarixləri əvəzinə müəyyən edilib. Bundan başqa 7 rayonun məktəblərinin 10-11-ci siniflərində dərslər mayın 18-dən 22-sinədək distant, məsafədən formada keçiriləcək. Adı çəkilən rayonları əhatə edən məktəblərdə mayın 15-i sonuncu dərs günü olacaq və tətildən sonra ilk dərs mayın 25-də başlayacaq. Bununla yanaşı mayın 27-sindən 31-nə kimi Qurban Bayramı ilə əlaqədar olaraq daha 5 günlük tətil elan olunacaq. Beləliklə, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının ümumi təhsil müəssisələrində oxuyan şagirdlər may ayında 14 gün məktəbə getməyəcəklər. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarının məktəblərinin məktəbə hazırlıq qrupları və ibtidai siniflərində təhsil alanlar da mayın 18-dən 22-sinədək evdə olacaqlar. 5-11-ci siniflərində dərslərsə adi qaydada, yəni şagirdlər məktəbə getmək formasında keçiriləcək. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası VUF 13 ilə bağlı Bakı məktəblərində yaz tətilinin vaxtı dəyişdirilib. 1-5 may tarixləri 18-22 may tarixləri ilə əvəzlənib.